Ötən ildə eyni prosesi, təxminən oxşar prosesi bir qədər hələ masştabı daha geniş, ölçüsü daha geniş Qırğızstan vətəndaşlarına qarşı həyata keçirmişlər və yaxud da ötən ilin dekabrında Sankt-Peterburqda bir toyda Azərbaycanlılara qarşı həyata keçirmişlər. Zaman-zaman bu prosesi həyata keçirib miqrantları təzyiq altında saxlamaq istəyirlər. Eyni zamanda miqrantların təmsil olunduğu dövlətlərə də bir təzyiq aləti kimi saxlayırlar. Qırğızstan nə edirdi? Qırğızstan bir qədər müstəqil siyasət yeritməyə başlayırdı. Qırğızstan Türk Dövlətləri Təşkilatına qoşulub aktiv üzvlərindən birinə çevrilirdi. Qırğızstan Çinlə iqtisadi əlaqələri gücləndirib Çin investisiyasını bölgəyə çağırırdı. Qırğızstan Avropa İnkişaf Bankı ilə əlaqələr qurub Avropa kapitalını ölkəyə dəvət edirdi. O vaxtda deyilirdi ki, növbə bəlkə nə vaxtsa Azərbaycana da çatacaq. İndi növbə çatmış kimi görünür. Bax, yanaşma bundan ibarətdir. Azərbaycanın bayaq dediyimiz kimi ortaya qoyduğu mövqe ilə hesablaşmamaq, bu mövqeyini pozmaq, bu mövqeyə zərbə vurmaq, Azərbaycanı geri addım atmağa məcbur etmək. Bayaqları Rasim müəllimlər, hörmətli Rasim müəllimlər, siz danışarkən mən dinlədim. Telefon danışığı ilə bağlı bir sual verdiniz. Mən də hesab edirəm ki, gözləyirlər ki, Azərbaycan tərəfi güzəşt xarakterli bir addım atacaqlar. Mən hesab edirəm, əminəm ki, Azərbaycan tərəfi bu addıma getməyəcəkdir. Heç bir halda Rusiyanın qanunsuz tələbləri qarşısında Azərbaycan geriyə addım atmayacaqdır. Bizim mövqeyimiz nədən ibarətdir? Bizim mövqeyimiz ondan ibarətdir ki, biz Rusiya ilə qonşu kimi münasibətlərimizi qoruyub saxlamağa istəyirik, çalışırıq. Buna da xidmət edən addımlar atırıq, amma qarşı tərəfdən də adekvat reaksiya gözləyirik. İkinci bir halda bizim yenidən Rusiyaya qarşı hansısa bir güzəşt xarakterli addım atacağımızı gözləməsinlər. Biz də eyni adekvat addımı atmaq gücündə və qüdrətindəyik. Bunu nümayiş etdiririk, bilsinlər. Bunun davamı da ola bilər, əgər Rusiya tərəfi bu addımı atacaqsa. Amma Rusiya tərəfi istintaqı həqiqətən yekunlaşdıracaq obyektiv şəkildə və günahkarlar cəzalandırılacaqsa, bilirsiniz, mən sadəcə bir məsələ deyim. Hüquq mühafizə orqanlarının tələblərinə, video görüntülər də onu sübut etdi, şahidlərin ifadələri də sübut etdi ki, hüquq mühafizə orqanlarının tələblərinə sözsüz tabi olan şəxslərin döyülərək işgəncələr altında öldürülməsinin ayrı heç bir adı yoxdur. Bircə adı var. Dövlət səviyyəsində terror. İkinci heç bir adı yoxdur. Çünki dövləti təmsil edən qurumdur. Əgər dövlət, rəsmi Kreml bu hadisənin arxasında dayanmadığını, sifariş vermədiyini sübut etmək istəyirsə, yeganə bir yol var. Biz hüquq mühafizə orqanlarına cinayətin araşdırılması ilə bağlı tapşırıq vermişik. Kimsə o tapşırıq çərçivəsini keçərək özbaşınalıq eləyib, öz fəaliyyət nümayiş elətdiribdir. O halda həmin şəxslər cəzalandırılmalıdır. Bu iki haldan biri baş verməlidir. Bundan başqa üçüncü variant yoxdur. Ya dövlət rəsmən etiraf etmiş olacaq ki, bu terrorun arxasında biz dayanırıq, ya da həmin şəxslər cəzalandırılacaqdır. Ombudsmanın müraciətində də bu açıq ifadə olunubdur.